Salam əziz tələbələr, bugün biz Word-ün davamını keçəcək. Yine açaq bir dənə Word sənədini. Mhm. Deməli, Word-ün fayl menüsünü, printer məsələlərini keçən dərs keçmişdik. Bugün danışacaq Home və Insert-dən. Deməli, Home bizim yəni əsas tablarımızdan birisidir. Home-a aid olan lent qrupları hansılardır? Clipboard-dur, font-dur, paragraf-dur, style-dır, editing-dir. Xüsusilə bunların hər birinin adını bilin. Ta ki, məsələn, bəzən düşə bilər qəbul edir. Home-a aid olan lent qrupları hansıdır? Tələbə mütləq şəkildə bilməlidir. Və ya hansısa bir əsasən suallar bu formada düşür. Hansısa bir lent qrupuna screenshot eləyir, deyir ki, bu hansı tabda yerləşir. Belə. İndi Home-dan başlayaq. Home içində Clipboard-dan. Clipboard Azərbaycan dilində mübadilə bufer deməkdir. Bizim kəsdiyimiz və kopyaladığımız fraqmentlər bura düşür. Məsələn, mən bu hissəni ta ki kopyalamaq istəyirəm. Kopyalamaq nədir? Ctrl-C, yəni Ctrl-C, copy sözünün baş hərfi. Avtomatik bu hissələri də aktivləşdi seçəndən sonra. Kopyaladım. Bəs yaxşı kəsmək nədir? Kəsmək Ctrl-X-dir. Ta ki mən Microsoft sözünü seçdim. Mouse'un sol düyməsini 2 dəfə vuranda söz seçilmiş olur. Ctrl-X elədim. Nə oldu? Baxın, söz getdi, itdi, yoxa çıxdı. Ctrl-X kəsir, Ctrl-C kopyalayır. Ümumiyyətlə, bizim kəsdiyimiz, kopyaladığımız fraqmentlər düşür hara? Mübadilə buferin içərisində. Ta ki, mən buranı Ctrl-C eləyirəm, ta ki, buranı da Ctrl-C eləyirəm, buranı Ctrl-X elədim, buranı Ctrl-C elədim və s. Siz kopyalayanda obyekt olduğu yerdə qalır. Sadəcə nüsxəsini başqa bir yerə də köçürtmüş olursunuz. Kəsəndə isə obyektin yeri dəyişmiş olur. Çünki obyekti kəsəndə obyekt olduğu yerdə qalmır. Mübadilə buferin içindəki obyektləri siz tək-tək paste eləyib və yaxud tək-tək silə bilərsiniz. Və yaxud da hamısını birdən paste eləyib sənədinizə yapışdıra bilərsiniz və paste etmək Ctrl-V-dir. Və hamısını birdən silə bilərsiniz. Yadda saxlayın, mübadilə buferində olanları hamısı yox. Bir neçəsini seçib silmək və yaxud da paste etmək mümkün deyil. Deyək ki, ya hamısı, ya da tək-tək ikisindən biri. Sonra bizim bir dənə də format painter əmrimiz var. Ta ki, gəlin burada biz Word sözünü qırmızı eləyək. Və də formatlaşdırma bilirsiniz də, nədir? Məsələn, rəngini dəyişmək, ölçüsünü dəyişmək, highlighter vermək olsun. Bu tip altından xətt çəkmək, qalın italik etmək, bunların hamısı formatlaşdırma əməliyyatlarıdır. Siz formatlaşdırmanı həyata keçirdəndə məzmuna toxunmursunuz. Siz redaktə eləyəndə məzmuna toxunursunuz. Məsələn, redaktə eləməyə nələr aiddir? Nəysə, tutaq ki, silmək olsun, nəysə əlavə etmək olsun, kəsmək olsun və s. Bunlar redaktədir. Çünki məzmununda bir dəyişiklik olur. Ta ki, mən burada Word sözünü seçdim, format painter dedim. Alt Ctrl-C formatı kopyalayır, Alt Ctrl-V formatı yapışdırır. Məsələn, nə oldu? Burada fırça işarəsini görürsünüz. Gəlin mətnin üstünə nə oldu? Baxın, Word sözünün formatı gətirdi, bura tətbiq edildi. Həm qalın elədi, həm də qırmızı elədi. Bu getdi. Bunu yola saldıq. İndi gələk fontdan danışaq. Font heç nə, formatlaşdırma işləridir. Fontun içində nələr var? Yazının stilini dəyişə bilərsiniz. Ondan sonra yazının ölçüsünü dəyişə bilərsiniz. Yazının ölçüsü punkt və yaxud da point ilə ölçülür, ölçü vahididir. Standart halda baxın 8 ilə 72-dir. Baxın 3 nöqtə qoyub deyək, yəni bunun davamı var. Deməli 1 ilə 1638 arasında dəyişir bu. Ondan sonra burada üçbucaqlar var. Yəni A üstündə üçbucaq. Məsələn, birinci üçbucaq neynir? Yəni əgər üçbucaq normal üçbucaqdırsa, onun üstündəki sadəcə yazını böyüdür. Tərsinədirsə yazına kiçik olacaq. Ola bilər bunun təyinatını soruşsun. Sonra burada change case əmri var. Change case əmri deməli yazının registrini dəyişmək üçündür. Register nədir? Hərfin böyük və kiçik yazılması onun registri adlanır. Məsələn, biz caps lock düyməsini bilirik. Caps lock'a basanda nə olur? İşıq yanırsa hərf böyüklə yazılmış olur klaviaturadan daxil etdiklərimiz. Əks halda kiçiklə. Sonra shift düyməsinə istənilən bir hərflə basanda hərf böyüklə yazılmış olur. Və yaxud həmin hərf hal-hazırda böyük rejimdəsə kiçiklə yazılmış olacaq. Yəni tərsi. Və yaxud da klaviaturadan shift plus F3. Baxın, qəbul sualdır. Deməli, registri dəyişmək üçün 1. Caps lock, 2. Shift düyməsi ilə, 3. Shift plus F3. 4-də burada change case əmri. Bir də klaviatura dilini dəyişməyi bilirsiniz yəqin. Windows-dan space barı bir yerdə basmaqla, bu Windows dərsinə aiddir. Probeldə deyilir space bara. Və yaxud da shift altla da siz klaviatura dilini dəyişə bilərsiniz.
Deməli, change case-in üstünə nə? Baxın, üstünə gəlir yazır change case. Burada hansı əmrlər var? Cəmi 5 dənə əmr var. Yəni, üstünə baxanda nə olduğunu başa düşmək olur. Sentence case nə edəcək? Sentence cümlə deməkdir. Cümlənin birinci hərfini sadəcə böyük eləyəcək. Lowercase seçilmiş hissədə bütün hərfləri kiçik eləyəcək. Uppercase seçilmiş hissədə bütün hərfləri böyük eləyəcək. Capitalize each word hər sözün birinci hərfini böyük eləyir. Toggle case-ə belə baxan kimi 99%-iniz deyəcək ki, müəllim, birinci hərfi kiçik qalanlarını böyük. Xeyr, əksi, böyükləri kiçik, kiçikləri də böyük etmək üçündür. Məsələn, gələk biz word sözündə gələk bunu seçək. Gələk bunu toggle case eləyək ki, görəsiz. Nə olacaq? Böyüklər kiçik, kiçiklər böyüklə əvəz olunmuş oldu. Sonra bundan danışacağım. Burada B-ni görürsünüz. Ctrl B. Yazını qalın eləmək üçündür. Sonra I italik eləyir. Ctrl I-dir. Bu altından xətt çəkir. Altından xətt çəkməyin həm rejimləri var burada, həm də çəkdiyimiz xəttin hətta rəngini belə buradan dəyişə bilərik. Baxın, narıncı oldu. Yazın üstündən xətt çəkə bilərik. İndeksdə yazmaq, bir də var qüvvətdə yazmaq. İndeksdə məsələn HQ, məsələn yazılır kimya formullarda və s. Bu əməliyyatın adı subscriptdir. Qüvvətdə yazmasa superscriptdir. Baxın, bunun ikisinin adını qəşəng əzbər bilin, çünki qəbula düşür. Sonra burada görüm nə var? Müxtəlif yazı stilləri var. Birini seçib tətbiq eləyə bilərsiniz. Baxın, dəyişdim. Sonra burada highlighter əmri var. Highlighter, baxın, arxa fon rəngini dəyişir. Ta ki, mən bura gəlirəm. Yəni, buranın həmçinin qırmızı eləyək. O nəfis göründü mü? Highlighterla, baxın, arxa fon rəngini dəyişir. Məsələn, bugün rəng seçimlərim çox pis oldu. Məsələn, sarı rəngdə eləyək. Bu əmri isə, baxın, A altından qırmızı xətt. Bu, yazının rəngini dəyişmək üçündür. Düşüb imtahana. Bir dənə screenshot edib salıb sual kimi soruşmuşdu ki, deyək ki, bu əmr nə işə yarayır? Yazının rəngini dəyişmək. Nə bilim, birinə deyək ki, vərəqin rəngini dəyişmək, birinə deyək ki, ağzısının rəngini dəyişmək. Yəni çaşdırıcı variantlar qoydular həmişə. Burada format painter əmri, baxın. Format painter neymiş? Clear format əmri yazının formatını silmək üçündür. Baxın, formatı siləndə nəyi sildi? Baxın, rəngi sildi, altından xətt olmağını, qalın olmağını, italik olmağını. Bunlar dedik hamısı format. Hamısını sildi. Bir də nəyi saxladı? Highlighter'ı. Deməli, clear format əmrinin təmizləyə bilmədiyi yeganə format highlighter'dır. Bunu da bir yerə yazın, qeyd kimi götürün. Sonra danışaq hardan fontun dialoq pəncərəsindən Ctrl-D ilə də açıla bilərik, elə dialoq sözünün baş hərfi ilə. Bu arada bunların qısa yolunu bildinizsə Ctrl-B, Ctrl-I, Ctrl-U. Okay. Bunlarınkine ehtiyac yoxdur. Sonra deməli dialoq pəncərəsini açanda belə bir hissə görürsünüz. Biraz ekranı balaca eləyək. Bu hissədən təzən yazının stilini, fontu, ölçüsünü və s. dəyişə bilərsiniz. Həm altdan xətt çəkmə rejimlərindən birini seçə bilərsiniz və s. Bir də burada set as default var. Bu əmr nə üçündür? Məsələn, mən deyirəm ki, istəyirəm ki, hər dəfə proqrama daxil olanda yazının ölçüsü 14 olsun. 14-ü seçirəm, set as default kimi təyin edirəm bunu. Sonra hidden əmri var burada. Hidden yazının gizlədilməsi üçündür. Ta ki, mən burada bunları biraz əvvəlki vəziyyətinə qaytaraq. Məsələn, Word sözünü gizlətmək istəyirəm. Word-ü seçdim, hidden edirəm. Nə olacaq? Word sözü gizlənmiş oldu. Baxın, Word sözü zaten gizləndi. Ondan sonra baxın, buradan da hidden-ı dedik gizlədir. Digər əmrlərə ehtiyac yoxdur. Ondan sonra bu fontdan işimiz bitdi. İndi gələk paragrafdan danışaq. Paragraf sözü abzas deməkdir. Abzasları nömrələməyin 3 dənə üsulu var. Var deməli, bulletlərlə nömrələmək. Baxın, bu işarələr bulletlər adlanır. Sonra rəqəmlərlə, hərflərlə nömrələmək var. Bir də çox səviyyəli siyahılar şəklində var. Yadda saxlayın. Sonra bu əmr nə üçündür? Deməli, soldan məsafəsini təyin eləmək üçündür. Birinci.
İkinci, soldan məsafəni təyin edin. Birincisi sağdan məsafəni. Oxun istiqamətinə fikir verin, sağdan gəlir ox. Deməli, sağdan məsafəni təyin edəcək. Baxın. Sonra burada sort əmri var. Sort sıralamaq deməkdir. İkisi s ilə başlayır. Məsələn, tutaq ki, deyirəm ki, abzasın məsələn, birinci hərflərini əlifba sırasına görə düzləndir. Sətirlərinin. Yəni, abzasların hansısa bir əsasən əlifba sırasına görə çeşidlənməsi üçündür. Val dərəcədə istifadə olunur. Ümumiyyətlə, istifadə etmədiyimiz bir əmrdir. Sadəcə bilin. P əmri var burada. P əmri buna abzas işarəsi də deyirlər. P əmrində nə olur? Baxın, gizlədilmiş fraqmentlər görünür. Bu hissədən hardan gizlətmişik? Hidden'dan gizlətmişdik. Baxın, gizlətdiyimiz fraqmentlər görünür. Ondan sonra nə qədər biz probeldən boşluq qoymuşuqsa, baxın, həmin o boşluqlar nöqtə kimi qeyd olunur. Hər abzasdan sonra P işarəsi qeyd olunur. Yəni, abzasların yerini bizə göstərir. Sonra abzasların 4 dənə düzləndirmə üsulu var. Birinci gəlir soldan düzləndirmək, Ctrl-L. Elə left sözünün baş hərfi. Hal-hazırda soldan düzləndirilmişdir bu mətn. Sonra ikinci gəlir mərkəzdən düzləndirmək, Ctrl-7, center sözünün ikinci hərfi. Çünki center sözünün birinci hərfini seçsəydi, yəni Ctrl-C kopyalamaqla eyni olardı. Ona görə ikinci hərfini seçiblər. Sonra var, right var, Ctrl-R, yəni yazını sağdan düzləndirəcək. Əsasən dissertasiya işlərində, məqalələrdə və s. Ctrl-J-dən istifadə olunur. Yəni, yazının hər iki tərəfdən düzləndirilməsi əmrindən. Sonra ikinci burada belə bir əmrimiz var. Bu line sətir deməkdir. Sətirlər arasındakı məsafəni təyin eləyir. Sonra buradakı fırça işarəsi nə edəcək? Abzasın arxa fon rəngini dəyişmək üçündür. Baxın, arxa fon rəngini dəyişdim. Ondan sonra bu çərçivə isə abzasa çərçivə vermək üçündür. Bottom deyirsə aşağı, top deyirsə yuxarı, left, sol, right, sağ. Ya da bəzi sözlər var ki, istəsəz də istəməsəz də bunların tərcüməsini bilməlisiniz. Mən məsləhət görərəm ki, əgər kimdə ingilis dili zəifsə, bunları yazıb qeyd kimi götürsün. Bir də gördünüz, axırda ingilisdən lüğət tutmuşsunuz burada. Sonra nədən danışaq? Style'dan danışaq. Style hazır yazı stilləridir. Baxın, birini seçib tətbiq edə bilərsiniz. Sonra məşhur hissəmiz editing. Editingin içərisində birinci əmrimiz finddir. Find nə deməkdir? İngilisdən tapmaq deməkdir. Qeyd kimi götürün bunda. Qısa yolu nə olacaq? Ctrl-F. Findin üzərinə daxil olan kimi avtomatik olaraq Navigation adında sol hissədə bir panel açılır. Bu panelin özündə 3 dənə hissəsi var. Heading'dir, page'dir, result'dır. Əzbərləyin bunları. Buradan hansısa bir sözü axtarın. Tutaq ki, Word yazmışıqsa bura, nə olacaq? Word olan sözləri tapacaq mənim üçün. Page deyəndə laf səhifə ilə göstərəcək. Və tapılan sözlər, baxın, sarı rəngdə highlighterla görünür. Sarı highlighter. Navigation'ı bildiniz. Sual verə bilər ki, navigation pane, navigasiya paneli də deyirlər buna. Hansı əmrdən sonra aktivləşir? Cavab nə olacaq? Find olacaq. Sonra findin içərisinə daxil olanda burada advanced find. Belə bir dialoq pəncərəsi açıldı. Bu dialoq pəncərəsinin içərisində bayaq indi Word yazmışdıq deyə bu qalıb. Find'i bildik, Ctrl-F. Gələk replace'dən danışaq. Replace əmri əvəz etmək üçündür. Və qısa yolu Ctrl-H-dır. Elə bil ki, sənəddə bir sözün başqa bir sözdən əvəz edilməsi üçündür. Tutalım ki, mən istəyirəm ki, sənədimdə Word sözləri Excel sözü ilə əvəz olunsun. Excel ilə əvəz olunsun. Seçib, məsələn, replace all desəm, deyək ki, 25 dənəsi replacement əvəz olundu. Bu belə. Yaxşı, geri qaytaraq biz. İndi bir şey göstərəcəm sizə. Səbirli olun. Gəlirik bura, replace-ə gəldik. Deyirəm, Word-lər Excel-lə əvəz olunsun. Amma Excel qırmızı rəngdə olsun. Yaxşı, bunu hardan həyata keçirdirəm? Təbii ki, formatda. Burada bütün xırdalıqlara qədər öyrənməyinizə ehtiyac yoxdur. Formatın içində təbii ki, harda olar? Fontun içində olar da font veririk. Deyirəm ki, yazının rəngini no color demədə bunu qırmızı eləyək. Ondan sonra, nə bilim, altından xətt eləyək. OK dedik. Replace all dedik. Baxın, nə oldu? Bütün əvəz olunan sözlər nə oldu? Highlighter neymiş? Qırmızı rəngdə və altından xətt çəkilmiş formada əvəz edildi.
İndi ləğv edək. Sonra findin içərisində bir dənə də var. Burada go to var. Ümumiyyətlə bu find, replace, go to əmrləri find and replace dialoq pəncərəsinin içində də yerləşir. Eyni zamanda replace üçün ayrıca bir əmr də nəzərdə tutulub. Go to keçid eləməkdir tərcümədə. Sonra go to əmrin qısa yolu həm Ctrl-G-dir, elə go to sözünün baş hərfi, həm də F5 ilə aktivləşir. Məsələn, mən burada konkret deyirəm ki, 5. Nə olacaq? Heç nə. 5-ci səhifəyə keçid eləmiş oldum. Yaxşı, bəs mən plus 5 desəm nə olar? 5 səhifə sonraya keçid eləyir. Hal-hazırda 5 deyəm, üzərinə 5 gələni neçə eləyəcək? 10. Baxın, aşağıda yazıb 10-cu səhifə. Yaxşı, indi mən hal-hazırda 10-cu səhifə deyəm və mənim sənədimdə 38 səhifədir. Yaxşı, mən bura əgər plus 40 yazsam neçəyə keçid eləmiş olaram? Yəni, videonu saxlayın, özünüz fikirləşin. Yaxşı, indi mən deyim. Normal riyaziyyat kimi baxsaq, onun üzərinə 40 gələndə 50 eləyir. Mən 50 səhifəm yoxdur axı. Mənim maksimum səhifəm 38-dir. Heç də nə eləyəcək? 38-də dirənib qalacaq. Baxın, gəlin yoxlayaq. Baxın, qaldı 38-də. Yaxşı, indi mən tutaq ki, minus 80 yazıram. Mənim, yəni 38 səhifəli sənədim var. 38-dən 80 çıxan heç mənfiyə gedir. Heç də, burada da 1-də dirənib qalacaq. Bu formada. Deməli, plus yazanda irəli, minus yazanda geri gedir. Konkret ədədin özünü daxil edəndə həmin səhifəyə keçid eləmiş olur. Bununla da işimiz bitdi. İndi gələk danışaq məsələn select-dən. Select deməli seçməkdir. Ctrl-A eləyib bütün səndi seçə bilərsiniz. Sonra obyektləri seçə bilərsiniz. Burada select all text with similar formatting əmri var. Bu nə deməkdir? Ta ki, seçdiyimiz formatda olan yazıların seçilməsi üçündür. Ta ki, deyirəm ki, qırmızı ilə yazılmış olanlar seçilsin ancaq. Təbii ki, seçdiyim əsasən müəyyən özü formatı. Sonra selection pane əmri var. Selection pane, indi burada obyektlər yoxdur da. Obyektlərin hamısını göstərə bilərəm, hansılarsa gizlədə bilərəm, bunun üçündür. Deməli, home haqqında danışacaqlarımız bu qədər idi. Ümumi bir dənə üstündən nəzər keçək. Clipboard dedik, mübadilə buferdir, kəsdiyimiz, kopyaladıqlarımız bura düşür. Fontin içindən formatlaşdırma işləri, highlighter, qalın eləmək, nə bilim, clear formatting və s. Bunlardır. Paragraf sırf abzaslarla bağlı idi. Obyekti həmçinin gizlətmək dedik, bunun içərisində yerləşir, hidden əmri. Bir də fontin içində belə bir əmr var. Fontin içində advanced var. Advanced-ın içərisində spacing hissəsi var. Buradakı spacing neyinir? Karakter yazmayan simvol. Baxın, simvolların məsafəsini buradan təyin edə bilərsiniz. Deyirəm ki, simvollar arasındakı məsafə normal olsun. Expanded, bir də condensed. 3 dənə rejim var. Expanded seçiləndə simvollar bir-birindən aralı yazır. Ta ki, informatika yazmışamsa, informatika sözünün hərfləri bir-birindən biraz aralı yazılacaq. Condensed sıxlaşdırılmış deməkdir. Daha sıx yazacaq hərflər bir-birinə, bu onu bildirir. Sonra nələr var burada? Mention style dedik, editing'i dedik. Yine gələk keçək insert-dən danışaq. Bir dənə boş səhifə açaq. Hazır açmışam. Insert nəsə əlavə etmək deməkdir. Insert-in içində birinci əmr page length qrupudur. Page length qrupun içində cover page var. Cover page titul vərəqə əlavə edir. Məsələn, deyirəm ki, bu titul vərəqə. Titul vərəqə hara əlavə olunur? Təbii ki, birinci səhifəyə. Amma birinci səhifəyə əlavə olunur. Sonra blank page var. Gəlin bura bir dənə söz yazaq. Bizim olmazsa olmaz sözümüz hansıdır? İnformatika. İnformatika. İnformatikanı seçdik. Biraz da böyüdək bunu. Hər yerə ancaq bu sözü yatıram. Başqa söz hər kəsin ağlıma gəlmir. İnformatikada tutaq ki, kursoru hara gətirdim, qoydum. R-dan sonra. Mən tutaq ki, blank page desəm nə baş verəcək? Blank page-i basanda, baxın. Deməli, kursordan sonraki hissəni kəsir. Ortaya bir dənə boş səhifə əlavə edir və kursordan sonraki yazını da boş səhifədən sonraki səhifəyə əlavə edir. Baxın, bu hissəyə diqqət edin. Kursordan sonraki yazını kəsir atır növbəti səhifəyə, amma növbəti səhifə ilə həmin səhifənin arasına bir dənə boş səhifə əlavə edir. Elə blank nə deməkdir? Boş deməkdir. Yaxşı. Geri qaytaraq. Bəs yaxşı, page birikim fərqi nədir? Çox oxşayırlar. Page birik sadəcə kursordan sonraki yazını kəsir atır növbəti səhifəyə.
Növbəti səhifəyə atdı. Baxın, ortaya boş səhifə əlavə eləmədim. Və bunun qısa yolu nə idi? Ctrl Enter. Sonra bizim deməli table əmrimiz var. Table cədvəl deməkdir. Sənədə cədvəl əlavə eləmək. Sənədə maksimum 63 sütun və maksimum 32767 sətirlik cədvəl əlavə eləmək olar. Burada maksimum mən 7-nin 6-ya cədvəl yaradıram. Məsələn, bu formada bir cədvəldirsə, mənim burada neçə sətrim var? Burada 3 dənə sətrim var. Sətir üfüqi olandır, sütunlarım isə neçə dənədir? 7 dənədir. Şaqili olanda sütunları bildirir. Insert table hissəyə gələrəm. Buradan mən deməli neçə sətir, neçə sütun yaradacağımı buradan rəqəmlə özüm təyin edə bilərəm. Ümumiyyətlə hamı dəftərinə yazsın. Kolon sütun deməkdir. Row sətir deməkdir. Baxın, sətir r ilə bitir, row r ilə başlayır. Ondan sonra burada column with var. Bu düşüb qəbula. Fixed column with. Bu nə işə yarayır? Column sütundur, with enddir. Fixed sabit deməkdir. Yəni sütunun enini sabit demək. Avtomatikdə də bunu məsələn mən dəyişə bilərəm. Ondan sonra burada başqa nə əmrlərimiz var? Convert text to table var. Bu əmr deaktivdir. Çünki mən hal-hazırda bir nəsə seçməmişəm. Yəni gərək seçiyi onu tətbiq edək. Draw table qaldı. Şimdi bunu ondan sonra danışaram. Ta ki bu hissəni seçdim. Gəlirəm bura. Okay. Baxın, bunu cədvələ çevirdim. Yəni özüm istədiyim şəkildə, yəni sətr sütun sayını təyin edə bilərəm. Sonra burada bizim nələrimiz var? Aha, burada draw table var. Draw ümumiyyətlə şəkil çəkmək deməkdir. İstədiyim strukturda bir cədvəl çəkmək üçün, yəni bundan istifadə edilir. Biraz mürəkkəb strukturlu cədvəl əgər sizə tapşırılıbsa, yəni buradan gətirib çəkə bilərsiniz. Formada, istənilən bir formada. Yaxşı. Sonra bizim hansı əmrlərimiz var insert'in içində table'da? Excel-dən yəni istinad edib cədvəl gətirə bilərsiniz. Bir də quick table var. Quick cəld deməkdir. Yəni hazır şablon cədvəllər var. Seçib birini əlavə eləyə bilərsiniz. Gəlib bir dənə cədvəl yaradaq. Aha. Biz cədvəl əlavə eləyən kimi avtomatik olaraq table design-dan table layout yaranır. Bunlar adlanır alət tabları və yaxud da konseptual tablar və yaxud da köməkçi tablar. Dizayner içində yerləşənlər sırf stillə bağlıdır. Bir dəfə qəbula düşmüşdük ki, cədvəlin stilini dəyişmək hansı tabda yerləşir? Təbii ki, table designer içində yerləşir. Table style option, bunun içindəki əmrlər təbii ki, bir-birini öyrənməyinizə yenə də ehtiyac yoxdur. Hansısa bir konkret şablon təyin edəndən sonra bunlar lazım olur. Belə də ehtiyac yoxdur. Bilin ki, harda stil görünüş deyirsə cədvəllə bağlı bu yerləşəcək table designda. Burada da hazır konkret şablonlar var. Seçib nə bilim, istədiyiniz format tətbiq edə bilərsiniz. Cədvəlin içinin rəngini dəyişə bilərsiniz. Border çərçivəsini dəyişə bilərsiniz. Çərçivə verə bilərsiniz buradan. Sonra gəlir table layout-un içi. Table layout-da məsələn hal-hazırda cədvəlin tor xəttlərini görürəmsə, deməli grid line aktivdir. Grid line cədvəlin tor xəttlərinin görünməsi üçündür. Sonra select əmri var burada. Xananın, sütunun və sətrin və cədvəlin seçilməsi üçündür. Properties hissəsindən siz properties nə deməkdir? Xüsusiyyətlər deməkdir də, düzdür. Buradan siz cədvəllə bağlı sətir, sütun və xananın xüsusiyyətini, ölçüsünü və s. buradan da təyin edə bilərsiniz. İnandırım sizə bunların heç birisi praktikada istifadə olunmur. Draw'un içində nə var? Var draw table. Heç bayaq qələmlə şəkil çəkdiyi, baxın, eyni o əmrdir. Eraser cədvəlin daxili tor xəttlərini silmək üçündür. Baxın, nə oldu silindi? Geri qaytaraq. Geri qaytarmaq bilirsə həm Ctrl-Z, həm də ki, buradakı yuxarıdakı işarə. Sonra gəlir row and column. Ücəyə artıq siz bilirsiniz ki, row sətirdir, column sütun deməkdir. Sətir bağlı olanlar, sütunla bağlı olan bəzi parametrlər də var. Ümumiyyətlə, cədvələ yeni sətir əlavə eləmək, gəlin birinci klaviaturadan yolunu deyim. Əgər baxın, kursor mənim cədvəlimin ən sonuncu
İstənilən sətrinin sonunda olarsa, enter düyməsi yeni sətr yaradır. Fərqi yoxdur, hansısa bir sətrin sonunda olsun. Bir də ki, əgər kursor mənim cədvəlimin ən sonuncu xanasında olarsa, tab düyməsi yeni sətr yaradır. Tab düyməsi normalda cədvəl içərisində soldan sağa doğru keçid eləmək üçündür. Əgər kursor, yəni cədvəlin ən sonuncu xanasında olarsa, tab özünə yer açır, artıq bir dənə də yeni sətr əlavə edir. Cədvəlin sətr üstünə xanasını silmək üçün backspace düyməsindən istifadə olunur. Baxın, backspace-dən sildik. Və yaxud da shift plus delete ilə də silə bilərsiniz. Yəni, bu hissələri qeyd kimi də götürsəz yaxşı olar. Təkcə delete ilə biz çaşdırmaq üçün sallar qəbula. Təkcə delete ilə sətr üstün və cədvəli silmək olmur və yaxud xananı. Burada da əmrlər var. Baxın, buradan da yəni seçib silə bilərsiniz. Above yuxarı deməkdir. Insert row above deyirsə, yəni yuxarıya sətr əlavə eləmək, below deyirsə aşağıya, left deyirsə, column deyirsə yuxarıya, yəni yuxarı neymiş? Sola sütun əlavə eləmək, right deyirsə sağa sütun əlavə etmək üçündür. Sonra burada bizim var merge cell əmrimiz. Bu hal-hazırda niyə görə deaktivdir? Çünki mən hansı bir xanaları seçməmişəm. Bu əmr xanaların birləşdirilməsi üçündür. Merge birləşdirmək, split isə ingilis dilində hissələrə bölmək deməkdir. Bayaq burada bir də cell sayıdan sonra danışarıq. Merge cell dedim, nə oldu? Birləşdirildi, düzdür? Ondan sonra yine geri qaytaraq. Split cell var. Cell xana deməkdir. Həm də hüceyrə mənası da var bunun. Seçirəm bu hissəni, gəlirəm split hissənin içərisinə. Belə bir dialoq pəncərəsi açılır. Deyirsən, seçdiyin hissəni neçə sətr, neçə sütuna bölmək istəyirsən. Mən deyirəm ki, 2 dənə sətrə bölünsün, 6 dənə də sütuna bölünsün. Yaxşı, buradakı bu işarə nə üçündür? Deyir ki, merge cell before split. Deyir ki, sən hissələri bölməmişdən əvvəl birinci birləşdir. Bu zaman mənim seçdiyim hissə birinci birləşəcək, merge-dəki kimi. Ondan sonra həmin o birləşmiş hissə ümumilikdə 2 sətr altı sütuna bölünəcək. Baxın, 2 sətr altı sütun. Yaxşı, əgər onu birləşdirməsəydim nə olardı? Bu zaman birləşdirməsəm əgər hər xananın özü 6 dənə sətr, 2 dənə sütuna bölünmüş olacaq. Baxın, formada belə bir görüntü olmuş olacaq. Split table isə cədvəlin hissəyə bölmək üçündür. Ta ki, kursor buradadırsa, 2-ni 3-ə böləcək cədvəli. Baxın, böldüm. PowerPoint-da bu əmr yoxdur. Bu ikisi var, amma split table yoxdur. Ölçülərlə bağlı biz properties'in içərisində biraz danışmışdıq ölçülərlə bağlı, heç istifadə də olunmur dedik. Amma bu hissə qəbula da düşüb aprelin 5-də. Avtomatik ölçülərin təyin edilməsi üçündür. Height, hündürlük, width isə n deməkdir. Biz bilirik, sütunun eni olur, sətrin isə hündürlüyü olur. Bunu oradan seçə bilərim. Yaxşı, burada distribute əmrləri var. Bunlar nə işə yarayır? Məsələn, hal-hazırda mənim sütunlarımın hamısı eyni endə deyil də, fərqlidir, dəyişdirdim. Distribute column deyəndə bütün sütunları eyni endə eləyəcək. Distribute row isə bütün sətirləri eyni ölçüdə eləyəcək. Ondan sonra alignment hissəsi var. Alignmentda nələr var? Xananın içindəki tekstin yuxarı, aşağı, sağ, sol, mərkəz, qıraq, kənar və s. yerini təyin eləmək üçündür. İstiqamətini. Burada da məsələn yazının istiqamətini dəyişir. Yuxarı olsun, aşağı olsun və s. Bir dəqiqə. Geri qaytaraq. Sonra cell və margin var. Cell deməli, xana deməkdir, margin kənar boşluq deməkdir. Deməli, xananın kənar boşluğunun təyin edilməsi üçündür. Deyirəm ki, baxın, xananın yuxarı, aşağı, sağdan, soldan nə qədər məsafədə olsun bunun üçündür. Sonra burada gəlir datanın içərisinə formula heç düstur vermək üçün ehtiyac yoxdur buna. Sort filtrləyəcək. Bir yaxud da sort əmrini görmüşdünüz siz Home-da paragrafın içində. Tutaq ki, deyirəm ki, birinci sütundakılar əlifba sırasına görə, əlifba sırasının tərsinə
və yaxud rəqəmlərdən ibarətdirsə və yaxud ədədlərdən ibarətdirsə, böyükdən kiçiyə və yaxud kiçikdən böyüyə doğru sıralansın bunun üçündür. Convert to text var. Bu isə birbaşa cədvəli tekstə, yəni yazıya çevirir. Sonra repeat header row var. Mən bilirəm ki, sütun başlıqlar yuxarıya yazılır da birinci sətrə. Ta ki yazmışıq ad, soyad, qrup, yaş nömrəsi, nə bilim, bal, belə bir sütun başlıqlarımız var. Və əgər mənim sətirlərim çoxdursa, avtomatik olaraq mən növbəti səhifəyə də keçid eləmiş oluram da elə. Və növbəti səhifəyə keçəndə mənim avtomatik olaraq sütun başlıqlarım da silinmiş olur. Yəni görmürəm. Həmin o sütun başlıqlarının təzədən hər yeni səhifədə təkrarlanması üçün istifadə olunur bu. Repeat nə deməkdir? Təkrarlamaq. Belə ən xırda detalına qədər bu hissələr dedim. Yəni imtahana bundan kənar hansısa bir sualın düşmə ehtimalı yoxdur. Insert-dən danışaq. Insert-in içində, elə insert-dən danışıq da bayaqdan. Illustration-a nəzər salaq. Illustration, deməli, bunun içində nələr var? Picture var. Yenə aprelin 5-i qəbulunda biz bunu görmüşdük. Picture-nin içərisində həm ZIS-Device, həm də online picture var. Yəni internetdən şəkil gətirə bilərəm, bir də kompüterimdə olan hər hansısa bir şəkli əlavə edə bilərəm. Çox qəşəng ideal şəkillər var burada. Yoxsa hansını seçim? Dəqiq bilmədim. Seçək bunu. Təbii ki, sağ aşağı küncdən də şəklin ölçüsünü böyüdüb kiçildə bilirəm. Baxın. Eni artırıb azalda bilirəm və s. Və şəkil əlavə edən kimi avtomatik olaraq picture format yaranır. Picture formatının da içindəkilər nə bilim, çərçivə verə bilərəm, nə bilim, arxa fon rəngi dəyişə bilərəm, döndərə bilərəm, nə bilim, istiqamətini təyin edə bilərəm, yazı ilə pozisiyasını, ümumiyyətlə, biri var position, bir də var wrap text. Wrap text yazı ilə şəklin pozisiyasının təyin olunmasıdır. Position isə pozisiya deməkdir də, bu sənəddə şəklin istiqaməti ilə bağlı olan bir hissədir. Burada rəngin, çərçivənin və s. təzədən və yaxud dəyişmək olur, effekt vermək olur bu formada. Sonra insert-in içində başqa var, shape var. Shape obyektlərdir. Yəni 3 dənə obyekt çəkək. Ulduz çəkdik, kvadrat çəkdik, 3 bucaq çəkdik. İndi rənglərini dəyişək. Standart rənglərimiz var, onları qoyaq. İndi burada shape formatın içində olan əmrlər biraz bu hissədən sual sallar. Deməli, bayaq onsuz position-dan wrap text-in nə işə yaradığını dedim. Var bring forward, bir də var bring to front əmri var. Bunlar arasındakı fərq nədir? Ta ki, baxın, kursor ən axırıncıdadır, düzdür? Ulduzu seçmişəm mən. Əgər mən buradan bring forward edəsəm, bir addım ön plana gəlir. Təzən geri qaytaraq bunu. Əgər mən bring to front desəm, ən üstə gəlir. Deməli, ən üstə gələn frontdur, forward bir addım üstə gəlir. Backward-la da həmin hissədir elə. Sonra selection pane-ə gələndə mən bu şəkillərin hansının görünüb görünməməsini və ya hamısını birdən gizlədə bilərəm, hamısını birdən göstərə bilərəm. Deyirəm ki, bu görünməsin. Bu görünsün, baxın. Görünüb görünməməsindən bağlı olan parametrləri buradan tənzimləyə bilirəm. Align-la döndərə bilirəm bunu. Mərkəzdə olsun deyirəm. Nə bilim, sağda olsun, solda olsun. Baxın, bunun içərisinə gəlin. Left dersə sol, center, mərkəz, right, sağ, top, yuxarı, middle, orta, bottom, aşağı. Horizontal, yəni üfüqi istiqamətə, vertikal şaquli formada olsun. Səhifəyə nəzərən olsun. Sonra qruplaşdırmaq əmri var. Qruplaşdırmaq üçün, baxın, Ctrl düyməsini basıb saxlayırsınız. Baxın, 3 dənəsini seçdiniz. Gəlirsiniz, shape formatı üçün qrup. Baxın, qruplaşdırdınız artıq siz bunu. Və siz onun birinin istiqamətini dəyişəndə, mərkəzə gətirəndə hamısı gəlmiş olur. Çünki o qrup şəklində. Regroup yenidən qruplaşdırmaq, ungroup isə qrupdan çıxartmaq əməliyyatlardır. Bir də var bizim rotate əmrimiz. Rotate döndərmək deməkdir. Yəni, məsələn, right 90 yazıbsa, deyək ki, sağa 90 döndər, left yazıbsa, sola 90 dərəcə döndər, vertikal və ya horizontal şəklinə döndərməyi də özü burada qeyd edib, baxın.
Peki seçtim bu hissəni. Ümumilikdə seçdik də indi bunu. Seçib buradan da rotate deyib nə olacaq? Baxın döndərirsiniz. Deməli, mən şəkildə picture format yarandı. Shape'də shape format yarandı. Icon'da elə icon yaranacaq. Gəlin bir dənə icon seçək. Bunlar təbii ki, internetdə nasıldır bu? Arada bəzən gec yüklənə bilər. Yox, bunu seçmişdik bayaq. Gələk buradan. Əqrəb yoxdur burada, hayır. İki dənə seçdik. Birincini bunu çıxardaq. Bu gəldi, nəysə. Təbii ki, bu zamanda qrafik format yaranmış olacaq. Yəni, ümumiyyətlə format yaranır da, belə yadda saxlayın. Sonra var 3D model. 3D modeldə isə 3D model adında bir dənə alət tab yaranır. Mənim hanım məşhur şəkillərim. Baxın, 3D modeli təbii ki, böyütmək olur. 3D model adını 3D nə olacaq? Bunu qəşəng hərəkət elətdirmək olur. Baxın, görürsünüz üçün nə qəşəng şəkil qoydum bura. Ondan sonra baxın 3D model yarandı. Burada təbii ki, bunu yenə döndərə bilərəm. Mən yazı ilə istiqamətini, sənəti istiqamətini və s. seçə bilərəm. Sonra insert'in içində var Smart Art var. Smart Art əmrləri məsələn bir dənəsini seçək. Və bu zaman Smart Art'da həm dizayn, həm də format yaranmış olur. Qoyaq alt tərəfə. Həm dizayn, həm də format yaranmış olur. Və də sonu artla bitən var bu iki dənə. Smart Art, Art. Art da diaqramdır. İki dənə yaranır. Screenshot bildiyimiz screenshotdur. Picture format yaranacaq. Online video əlavə etmək var buradan. Əsasən, yəni linkin əlavə edirsiniz videonun bura. Ondan sonra burada sizə məsləhət görülür ki, bu məsələn YouTube-dan istinad edib video gətirə bilərsiniz. SlideShare-dən və s. Sonra buradakı başqa əmrlərim hansıdır? Link var. Link əlavə etmək üçündür sənədə. Keçid əlaqə deməkdir link sözü. Buradan da əlaqələndirə bilərsiniz və yaxud da birbaşa link də əlavə edə bilərsiniz. Ctrl K dıxsıyla link sözünün axırıncı hərfi. Bookmark əlfəcindir. Ta ki mənim biraz səhifə sayı çox olan bir sənədə keçək. Məsələn, mən bu sənəddə hal-hazırda bu səhifədə istəyirəm ki, bu səhifəyə mən bir dənə əlfəccin təyin edeyim. Kitab oxuyana bilirsiniz, əlfəccin nədir? İşarə qoyursuz yeri itmir. Baxın, onun üçündür. Bookmark deyirəm. Bura ad verək, info deyək. Sonra add deyək. İndi mən keçirəm başqa səhifəyə. İndi mən həmin səhifəyə qayıtmaq istəyirəmsə, burada infonu seçirəm, copy edirəm. Baxın, mən nə oldu? Apardı həmin səhifəyə. Sonra burada cross reference var. Cədvəlin, yəni sənədin hansısa bir hissəsinə keçid eləmək üçün hansısa bir şəklə də keçid eləmiş ola bilərsiniz, hansısa bir abzasa da keçid eləyə bilərsiniz. Yəni link nədir? Link sözünün özünün mənası onsuz keçid eləmək deməkdir. Komment əlavə eləyə bilərsiniz. Baxın, komment əlavə eləmək həm insertdə yerləşir, həm də review'nun içində yerləşir. Sonra header footer var. Header yuxarı sərlövhə, footer aşağı sərlövhə deməkdir. Gələk bir dənə header əlavə eləyək. Baxın, tutaq ki, mən bura dərs oxuyun yazsam. Buradan sizə söz atıram. Dərs oxuyun yazsam və close deyib bağlasam. Baxın, bütün səhifənin əvvəlinə dərs oxuyun yazısı gələcək. Travma kimi, dərs oxuyun hər yerdə. Bundan sonra sizə material göndərini elə eləyəcəm. Ən yaxşı odur. Sonra gəlirəm insert'in içərisinə, təzədən məsələn footer'da bunu aşağı hissəyə əlavə edir. Ümumiyyətlə header hissəyə gəlmək üçün bu qədər yol qət eləməyinizə də ehtiyac yoxdur. Yuxarı tərəfə 2 dəfə vurulmasının sol düyməsini özü aktivləşir. Və header footer əlavə edən zaman header footer adında da bir dənə alət tabı yaranmış olur. Siz bu hissəyə vaxt, tarix, yazı, şəkil əlavə edə bilərsiniz. Həm onlayn, həm də kompüterinizdəki hər hansısa bir şəkli.
Quick part var. Quick part odur ki, tez istifadə etdiyiniz hər hansı bir yazı şəkli istənilən bir obyekti bunun içinə əlavə edirsiniz. Təzədən bunun içinə əlavə etdiyinizdən hansısa birisini header'a və yaxud da footer'a əlavə edə bilərsiniz. Ondan sonra burada var page number, səhifə nömrəsi əlavə eləmək var. Top of page deyirsə qəbul sualı, yuxarıya səhifə nömrəsi. Bottom deyirsə aşağıya, margin deyirsə kənar hissəyə. Ondan sonra current position deyirsə hazırki pozisiyaya uyğun yerdən. Sonra format page number deyirsəm, siz belə bir dialoq pəncərəsini görəcəksiniz və buradan siz səhifə nömrəsinin stilini dəyişə bilərsiniz və birinci səhifənin nömrəsini təyin edə bilərsiniz ki, nömrələmə 1-dən yox 2-dən başlasın. Sonra burada nə qaldı? Tekstin içi qaldı. Tekstin içində text box əlavə eləyə bilərsiniz, yazı qutusu. Quick parts-ı bayaq dedik. Ondan sonra quick parts-ın içində məsələn, mən hansına vaxtsa bunları əlavə eləmişəm deyə, baxın bunları görə bilirsiniz. Yazı stilini dəyişə bilərsiniz. Bu zamanda shape formatı yaranır. Sonra burada drop cap əmri var. Bu bilirsiniz nədir? Nağıllarda olur. Biri var da biri yox idi. Bu hərfində çox böyük yazırıq. Baxın, bunun üçündür. Drop cap deyirəm. Baxın, nə olacaq? M hərfi böyük oldu. Bir neçə sətr enində oldu da. Signature line müəllif imzası ilə bağlı olan hissələrdir. Müəllifin adını və s. burada qeyd edə bilərsiniz. Tutaq ki, OK desəz, məsələn, müəllif imzası ilə bağlı belə bir şeylər. Date time var, yəni tarix əlavə edə bilərsiniz sənədinizə. Məsələn, tarix hissəsi çox zaman aşağıya düşür bu. İndi mən baxın da bu hissəyə düşdü. Tarix hissəsi. Kursorun olduğu yerdən asılı olaraq dəyişir də bu. Sən də nə günə qoydum? Sonra var burada object hissəsi var. Objektdən bu OLE texnologiyasının tətbiqidir. Bu objekt neyinir? Deməli, hansısa bir proqramı gətirib, ad nədir? Word-ün içərisində aça bilərəm. Hansısa bir fayldan da gətirə bilərəm, ehtiyac yoxdur amma. Bir də burada bizim əsas bir əmrimiz var. Text from file. Hansısa bir tekstdəki yazını ümumilikdə sənədə əlavə eləmək üçündür. Peki bir dənə altı hesabat seçək. Insert deyək. Baxın. Mənim o hesabat adında sənədimdəki bütün yazılar nə oldu? Əlavə edildi bura. Kursorun olduğu yerdən asılı olaraq. Baxın, hamısı gəldi, düşdü bura. Çox vaxt siz hansısa bir sənədin ümumilikdə öz sənədinizə gətirmək üçün nə edirsiniz? Hamısını birdən kopyalayıb o formada gətirirsiniz. Yəni çox uzun-uzadı yolda ehtiyac yoxdur. Sonra ən yaxşı budur. Deməli, objectin içindən text from file. Sonra equation var. Equation düstur deməkdir. Və equation əlavə edən zaman equation adında bir dənə alət tab yaranır. Equation. Bugün çoxlu alət tablar dedik. Axırda üstündən keçəcəm. Simvol əlavə edə bilərsiniz. Hansı ki, klaviaturada olmayan simvol. Düşüb qəbula. Bu hissəni screenshot edib salıb da soruşub hardadır, hansı tabda, hansı dent qrupundadır. Və yaxud da yazı olaraq salıb ki, klaviaturada olmayan simvolların sənədə əlavə edilməsi üçün hansı tab istifadə olunmalıdır? Təbii ki, insert. Burada dil seçim, yəni əlifbalar və s. var. Birini seçib heç nə seçə bilərsiniz. Sonra heç nə. Deməli, biz cədvəl əlavə edəndə table design, table layout yarandı. Picture-də format, shape-də format, icon-da format yarandı. 3D-də 3D yarandı. Smart art və chart sonu artdan bitənlərdə həm dizayn, həm format yarandı. Header footer-da header footer yarandı. Tutaq ki, bir dənə səhifə nömrəsi əlavə edək. Səhifə nömrəsində də yenə header footer yarandı. Şimdi hamısını bir tətbiq edeyim ki, göz yaddaşında heç olmaya yaxşı yadda qalsın sizdə. Top deyəndə, top of page deyəndə yuxarıya səhifə əlavə edir. Bottom deyəndə aşağı, margin deyəndə kənar. Belə. İnşallah dərs aydın oldu. Gəlin dərs görüşəndə.